Azərbaycan dilində istifadə olunan rus sözlərini varvarizm deyə adlandırdığı üçün Qırmızı Şeytan Sovetlərin istintaq işgəncələrində sınmayıb, heç kimi satmayan və özünü dənizə ataraq intihar edən qəhrəman Azərbaycan alimindən söhbət açım. İçimizdən birilərinin qarın doyuran, amma şuur qoymayan sevimli SSRİ-si baxın görün, min bir zəhmətlə yetişmiş oğullarımıza necə işgəncələr edərək onları yox etdilər. Söhbət kimdənmi gedir? 1932-ci ildə Latın qrafikası əsasında körlər üçün nöqtəli hərflərin layihəsinin müəllifi, filologiya elmləri namizədi, professor, dialektoloq alim 1937-ci il iyulun 19-da SSR Elmlər Akademiyasının Azərbaycan filialının Tarix, Arxeologiya və Etnografiya İnstitutunun direktoru təyin olunub. Bir il sonra isə olmazın işgəncələrinə məruz qalıb sürgün edilən İdris Həsənovdan gedir. İdris müəllim Gəncəmizin can Azərbaycan üçün yetişdirdiyi minlərcə qəhrəman oğullarından biri idi. 1927-ci ildə yeni Türk əlifbasının Ümumİttifaq Mərkəzi Komitəsinin birinci plenumunda iştirak etməsi onun yaxın illərdə pantürkist kimi məhkum olunacağının xəbərçisi idi eyni zamanda. Bəli, Qırmızı Şeytanın həvəslə gözlədiyi o qara illər gəlib çatır. Azərbaycanın bir-birindən dəyərli, ziyalı oğullarını müxtəlif işgəncələrlə sındırmaq cəhdlərinə tuş gələnlərdən biri də İdris Həsənov idi. Sovetlərin donuzları oğullarımızı donosçuluğa sürükləyib bir-birini satmaları tələb olunurdu. Kimisi işgəncələrə tab gətirməyərək ad verir. Kimisi bu işgəncələrə tab gətirməyərək can verir. Kimiləri də hər cür işgəncələrə rəğmən sınmayaraq Rus məzalimlərinə kişilik dərsi verirdilər. İdris müəllim bu kişilik dərsini verənlərdən idi. Ona yönələn ittihamlar arasında Azərbaycan dilçiliyi sahəsində uzun müddət pantürkist təbliğat və ziyankarlıq işini aparması, Azərbaycan dilinin qrammatikasına Osmanlı formalarını tətbiq etmək fikrində olması və bu yöndə çalışması, Azərbaycan dilində Rus və beynəlmiləl sözləri varvarizm və yad sözlər adlandırması kimi ittihamlarla işgəncələr edilirdi. O işgəncələri gözünüzdə canlandırmanız üçün tarixin bu qaranlıq səhifələrindən belə bir epizoda sizləri şahid qılım. Onları yumruqla, təpiklə, rezin dəyənəklə döyürdülər. Məhbuslar çox vaxt stoyka üsuluna məruz qalırdılar. Yəni onlar bir neçə sutka boyu dindirilir və həmin müddətdə ayaq üstə saxlanılırdılar. Bu üsulla dindirilən dustaqların qan dövranı pozulur, ayaqları şişir, aşağı ətraflara qanın çox axması nəticəsində beynin qanla təminatı pozulur, çoxu 3 sutkadan sonra huşunu itirir, onları qara basır, döşəməyə yıxılırdılar. Bu işgəncəyə çox az adam tab gətirə bilirdi. Müstəntiqlər bu qanunsuz üsulları tətbiq etməklə məhbuslardan özlərinə sərfəli olan yalan ifadələr almağa nail olur, sonra da bu yalan ifadələrdən günahsız adamların həbs olunması üçün istifadə edirdilər. Məhbus imtina edəndə onu döyməkdə davam edir və o ölümcül vəziyyətdə saxta protokolu imzalamağa məcbur olurdu. Bax, bütün bu işgəncələrə məruz qalıb sonuna qədər mən günahkar deyiləm deyə dirənən və nəhayətində 8 illik sürgün olunan adam idi İdris müəllim. 1939-cu il iyunun 2-sində qəti qərar verilir. İdris Məşədi Zamanoğlu Həsənov antisovet təşkilatında iştirakına görə 8 il müddətinə İslah əmək düşərgəsinə göndərilsin. Bir müddət Krasnoyarsk diyarında dustaq olur. Uzaq Maqadanda kəskin infarkt keçirir. Əzilib büzülmüş alimdə fikir-xəyaldan ciddi əsəbilik yaranır. 1946-cı il aprelin 3-də Gəncəyə qaydanda professor İdris Həsənov 6 saylı məktəbdə Siravi müəllim işləməyə başlayır. 1949-cu ilin dekabrın 21-də o təhlükəli element kimi yenidən həbs edilir. İkinci dəfə vətən xaini damğası vurulur. Vətənin taleyi üçün alışıb yanan, fədakar bir insan dözə bilərdimi buna? Həyata son ümidini, inamını bir yolluq itirmiş Gəncəli alim İdris Həsənov dözmədi.
1950-ci il noyabrın 3-də özünü dənizə ataraq əbədi olaraq dünyasını dəyişdi. Tragikomediyaya baxın ki, vətənimizi işğal edən ruslar qurduqları saxta vətənə qarşı gələnləri xainliklə cəzalandırırdılar. Xainlərin dost, vətənpərvərlərin xain görüldüyü bir məmləkətdən Tanrı bizi mühafizə etsin. Alimimizin ruhu şad olsun. Dininizi her zaman diri tutun. Sizi ondan başka koruyacak hiçbir şeyiniz yoktur. Kin, doğru hedefe yönlendirildiğinde en müqəddəs koruyucu silahtır.